Salam əziz altıncılar, bugün sizə 6-cı sinif Azərbaycan tarixindən 4-cü KSG-ni izah edəcəm. Ümid edirəm ki, bu sizin üçün yararlı izah olar, test işləməyi öyrənərsiniz və bir daha gedib kitabda vacib məqamları gözdən keçirdərsiniz. Amma izaha keçməmişdən qabaq sizdən kiçik bir xahişim olacaq ki, kanala abunə olun, kanalı paylaşın. Eyni zamanda bu kanalda 6-cı sinif ümumi tarix dərsləri də yerləşdirilir. Keçək mövzuların izahına. Bu videoda 30 sual var. Yəni hər variantda 11 sual var. Demək olar ki, mövzuları bütöv təkrar etmiş olacaqsınız. Birinci sual. Alban, Sak və Kadusilər hansı döyüşdə Əhəmənilərin tərkibində Makedoniyalara qarşı vuruşmuşdular? Əslində burada bir ipucu var. Əhəmənilərin tərkibində Makedoniyalara qarşı. Söhbət Qavqamela döyüşündən gedir. Axı bu tayfalar Əhəmənilərin tərkibində yaşayırdılar. Avtomatik Makedoniyalara qarşı vuruşublar. İkinci sual. Kimmerlər Qaradənizin şimalında və Şimali Qafqazda yaşayırdılar. Herodot yazır ki, onlar hansı tayfaların təzyiqi ilə, İskit tayfalarının təzyiqi ilə Cənubi Qafqaza yürüş etdilər. Üçüncü sual. Eramızdan əvvəl 530-cu ildə Arazın şimalına yürüş edən Əhəməni hökmdarı kim tərəfindən öldürüldü? Massaget tayfalarının başçısı Türk qadın hökmdar Tomris tərəfindən. Dördüncü sual. Zərdüştlük dininin kahini necə adlanırdı? Təbii ki, Maq. Beşinci sual. Göstərilənlərin aid olduğu dövlət. Cənubi Azərbaycanda mövcud olmuşdu. Paytaxtı Kazaka idi və eramızdan əvvəl 321-də, yəni 4-cü əsrin 20-ci illərində yaranıb. Atropatena. B variantı. 6-cı sual. Fraspa döyüşünə aid olmayanları seçin. Fraspa döyüşü eramızdan əvvəl 36-cı ildə baş verib. Bu döyüşdə Roma sərkərdəsi Pompey yox, Antoni idi. Antoni məğlub olub, geri çəkilməyə qərar verdi. Romalılar Fraspa şəhərini ələ keçirtmədilər, onu dağıtmadılar. Romalıların əzəmətli şərq yürüşü fəlakətlə bitdi. 1, 3, 5. 7-ci sual. Göstərilənlər hansı döyüşün nəticəsidir? Roma və Selevkilər arasında olub, hətta Selevkilər zəiflədi və Atropatena yenidən müstəqil oldu. Eramızdan əvvəl 190 Magneziya döyüşü. 8-ci sual. Zərdüşt dininə aid olmayan variantı seçin. Bu dinin ana xəttini iki qüvvənin xeyir və şərin mübarizəsi təşkil edir, düzdür. Zərdüştlər od, torpaq, su, hava, bunları müqəddəs sayırdılar, düzdür. Buna görə də bu dini təbiət dini də adlandırırdılar. Amma Zərdüşt dinində Zevs və Selena adlı tanrılar yoxdur. Yunan tanrılarıdır. 9-cu sual. Eramızdan əvvəl 672-ci ildə Aşura qarşı üsyan edib müstəqil olan dövlət Midiya. Eramızdan əvvəl 550-ci ildə Midiyaya Əhəmənilər son qoydu. Avtomatik 550-ci ildə Azərbaycan Əhəmənilərin tərkibinə düşdü. 10-cu sual. Uyğunlaşdırma. Magneziya döyüşü 190. Atropatenanın Selevkilərdən Astahla düşməsi 223. Qavqamela döyüşü 331. İkinci Kirin öldürülməsi 530. 11-ci sual. 321-ci ildə yaranmış dövlətin paytaxtını xəritədə qeyd edin. Urmiya gölü ətrafında, paytaxt isə Kazaka şəhəri idi. 12-ci sual. Fraspa qələbəsindən sonra bu iki dövlət arasında nifaq yarandı. Parfiya hücumundan qorunmaq üçün Atropatena hansı dövlətinə yaxınlaşdı? Roma. Bilirsiniz ki, Roma-Parfiya müharibəsi zamanı Atropatena Parfiyanın tərəfində idi. Amma sonradan siyasətini dəyişdi. Fraspa qələbəsindən sonra siyasətini dəyişdi. Parfiyadan uzaqlaşıb Roma ilə yaxınlaşdı. 13-cü sual. Selevkilərin 220-ci il yürüşündən fərqli olaraq Romalıların 36-cı il Atropatena yürüşü zamanı nə oldu? Bilirsiniz ki, Selevkilər Atropatenanı məğlub edib Astala salmışdı. Amma Atropatena Fraspa döyüşündə Romalılara qalib gəlmişdi. Yəni Antoni məğlub olub geri çəkilmişdi. 14-cü sual.
Hərbi islahatlar keçirdərək Midiyanı gücləndirdi. 2 Aksar. Tomris tərəfindən öldürüldü. 2-ci Kir. Midiya dövlətinə son qoyub Əhəmənilər dövlətini yaratdı. 2-ci Kir. Qavqamela döyüşündə Makedoniyalı İskəndərə məğlub oldu. 3-cü Dara. 15-ci sual. Eramızdan əvvəl 4-cü əsrə aid olanları tapın. Atropatena dövlətinin yaranması 321. Bəli. Magneziya döyüşü 190. 2-ci əsrdir. Xeyr. Fraspa döyüşü 36. 1-ci əsrdir. Xeyr. İskit padşahlığının yaranması 7-ci əsr. Bu da xeyr. Qavqamela döyüşü 331. Bəli. Cavab 1-5. Demək, B variantı. B variantının birinci sualı. Makedoniyalı İskəndərin vəfatından neçə il sonra Atropatena yeni dövlət yaratdı? Makedoniyalı İskəndər vəfat edib 323. Atropatena yaranıb 321. Yəni 2 il sonra. İkinci sual. Bu tayfalar Kimmerlərin ardınca, baxın, Kimmerlərin ardınca Qafqazın cənubuna hərəkət etdilər. Dərbənddən keçib Muğana və Urmiya ətrafına köçdülər. Hətta Manna ilə Aşura qarşı ittifaq bağladılar. Söhbət yenə də İskit tayfalarından gedir. Üçüncü sual. Zərdüştlük dininin müqəddəs kitabı Avesta. Göstərilənlər hansı döyüşə aiddir? Eramızdan əvvəl 190-da olub, Selevkilər məğlub olub, Atropatena yenidən müstəqil olub. Magneziya döyüşü. 5-ci sual. Fraspa döyüşünə aid olanları tapın. 36-cı ildə baş verib, düzdür. Antoni geri çəkilib məğlub olub və Antoninin Romalıların əzəmətli şərq yürüşü onlar üçün fəlakətlə bitib. 6-cı sual. Xəritədə Midiya dövlətinin yaranma yerini və paytaxtını qeyd edin. Baxın, Ekbatan, yəni bu tünd yaşıl ərazini işarələməliydiniz. 7-ci sual. Karra və Fraspa döyüşünün oxşar cəhəti nə idi? Demə, Karra döyüşü nə vaxt olub? Eramızdan əvvəl 53. Fraspa döyüşü nə vaxt olub? Eramızdan əvvəl 36. Karra döyüşü baş verib Roma ilə Parfiya arasında. Fraspa döyüşü olub Atropatenalılarla Romalılar arasında. Roma ilə Selevkilər arasında olub səhvdir. Eramızdan əvvəl 2-ci əsrdə olub. Xeyr, bu da səhvdir. Hər iki döyüşdə Roma qalib gəlib, bu da səhvdir. Amma Parfiya 53-cü ildə Karra döyüşündə Romanı məğlub edib. Atropatena isə Fraspa döyüşündə Romanı məğlub edib. Yəni hər iki döyüşdə Roma məğlub olub. Atropatenada yaşayan tayfa adlarının altından xətt çək. Maqlar, Müqlər, Albanlar, Kadusilər, Kaspilər və Saklar. 9-cu sual. Məntiqi uyğunluğu müəyyən edin. Balasakan, Şəki, Zaqatala kimi toponimlər Sakların adı ilə bağlıdır. Bəs Sakların əsas hissəsini təşkil edən tayfa hansıdır? Massagetlər. 10-cu sual. Uyğunlaşdırma. Deməli, Karra döyüşü 53, Midiyanın süqutu 550, Antoninin Atropatenaya yürüşü 36, Əhəməninin süqutu isə eramızdan əvvəl 330. Əslində nə qədər çox test işləsəz, bir o qədər bu illər sizin üçün asan olacaq, vərdiş olacaqsınız. 11-ci sual. Avestaya aid olmayanı seçin. Burada səhvlik var testdə. Avestada təlim tərbiyəyə, fiziki tərbiyəyə önəm verilirdi. Amma burada yazılıb önəm verilmirdi. Antikil Duperon Avestanı fransız dilinə tərcümə etmişdi, düzdür. Yağın zamanı kitab məhv olmuşdu, düzdür. Avesta adına eramızdan əvvəl 6-cı əsrdə 1-ci Daranın Bisutin kitabəsində rast gəlinir. Bu da düzdür. Cavab A variantı. 12-ci sual. Zərdüşt təliminin təbliğatçıları idilər. Alimlər güman edir ki, hətta Muğan toponomiyası da məhz həmən tayfaların adı ilə bağlıdır. Hansı tayfalardan gedir söhbət? Müq. Xəzər dənizinin cənub-qərb sahillərində yaşayırdılar. Kimlər? Kaspilər.
Mənbələrdə adları İskit və ya Sakasenlər kimi də qeyd olunurdu. Saklar. 13-cü sual. Parfiyalılar mədəni cəhətdən Atropatenaya yaxın idilər. Atropatena da Parfiyalara öz adamları kimi baxırdılar. Atropatena və Parfiya ilk dövrlərdə hansı düşmənə qarşı birləşmişdilər? Romaya. Amma Atropatena 36-cı ildən sonra Parfiyadan uzaqlaşıb Roma ilə yaxınlaşır. 14-cü sual. 14-cü sualda bu Antiox olmamalıdır. Yəni kitabdan çıxardılıb məlumat. Mən unutmuşam belə bir test tərtib eləyəndə. Fransba şəhərini mühasirəyə alsa da uğursuz olmuşdu Antoni. 36-cı ildə məğlub olub geri çəkilmişdi yenə də Antoni. 328-ci ildə satrap təyin olunmuşdu Atropat. Yəni bu da sizə lazım deyil, çünki o Antioxa aiddir. 15-ci sual. Eramızdan əvvəl 4-cü əsrə aiddir. Atropatın satrap təyin olunması 328. Eramızdan əvvəl 4-dür, düzdür. Magneza döyüşü eramızdan əvvəl 190. Fransba döyüşü 36. İskit padşahlığının yaranması eramızdan əvvəl 7. Qavqamela döyüşü isə eramızdan əvvəl 331. Yəni cavab 1 və 5 olacaq. Ümid edirəm ki, sizin üçün yararlı oldu. Kanalı izləməyi, rəylər yazmağı unutmayın.